Herkese salam, Kripto Azerbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. İlk öncə bunu deyim ki, dostlarım, bu video yatırım tövsiyəsidir. İndi isə keçid edin valyutamıza. Dostlarım, bugün ENSO haqqında danışacağıq. ENSO artıq bildiyiniz kimi keçən dəfə Telegramda da sizlər üçün paylaşmışdım. 1 dollar 79 sentə əmr qoyduğumu və artıq 1 dollar 76 sentə qədər düşdü və düşüşdən sonra təbii ki 1 dollar 87 sentə qədər hal-hazırda qalxıb. Əslində yenə də ENSO-nu bu civarlardan toplamağa dəyər. Çünki hal-hazırda market capi istədiyimiz səviyyədədir dostlarım və belə deyim 38 milyon dollarlıq bir market capə sahibdir. Düşünün ki, bu valyutaya 3 milyard dollar pul girsə 3 milyard dollar. Yəni ortalama belə deyim də bizə nə qədər 100 qatının üzərində bir xeyir verir. Bu arada dostlarım, mənim indiyənə kimi tanıtdığım valyutaların bir çoxu, yəni 4 milyon dollarda MX-i tanıtdım. Yəni o hardasa 2 milyard dollara qədər market cap yığdı. Yəni 4 milyon market capdən 2 milyard dollara qədər market cap yığmağından gedir söhbət. Və indi isə dostlarım, mənim ən çox dirəşdiyim valyuta baxın budur. ENSO. ENSO-nun oyunu mənim üçün 1 dollar 79 sentdən başladı. Bu bazarda da, kripto bazarında da hal-hazırda ən çox inandığım valyutalardan biri budur. Yenə də deyirəm, bu valyutanı almamaq həqiqi mənada çox ağılsızlıqdır. Okey, indi bəziləriniz bəli, bizdən çox bilirsiniz. Yəni tamamilə razıyam, amma bu günlərim çox bilmişliklərinizi qoyun bir qırağa və bu valyuta hər dəfə düşdükcə və ya elə bu qiymətlərdən başlayın, alın, saxlayın. Yəni yeganə valyutadır. Bu arada bunu da deyim ki, bunu 2 qat prinsipi ilə də satmayın. Qoyduğum maya məsəl üçün belə deyim də 1000 dollar qoydum, minim oldu 2000. Baxın, onu da etməyin dostlarım. Bu valyutanın bir trendi olacaq. Başa düşdünüz? Trendin ortalarında bu valyutanı satıb çıxmaq lazımdır. Onu da o trend başladığı gündə inşallah ki ölməsək qalsaq burada onun videosunda paylaşacağıq. Yəni mən bilirəm ki bu valyutanın bir trendi olacaq. Dostlarım, bu kripto valyuta işə elədir ki, baxın bu Solana valyutasıdır. Solana valyutası 1 dollarla bazara giriş etmişdi və 1 dollardan nə qədərə 261 dollara qədər yüksəldi. Və təbii ki dostlarım, yüksəlişin ardından nə olur? Pump olur. Başa düşdünüz? Və ya böyük balinalar sizi qorxuzub, əlinizdəki valyutaları başlayır ən dib qiymətlərdən satın almağa. Ağzımızda böyük balina deyirik. Böyük balinaların əllərində böyük miqdarlarla pullar olur. Onlar bir valyutanı istədiyi qiymətə həm qaldıra bilir, həm endirə bilir. Bildiniz necə dostlarım? Amma burada bizlərə hər zaman nə lazımdır? Səbir. Qısaca səbrin sonunu görürsünüz. Baxın, hal-hazırda bu qrafikdə. Deyək ki, bir valyuta yüksəldi, düzdürmü? İndi oldu da insansan. Necə deyim dostlarım? Gəlib bax, buralıqda satın aldın, düzdürmü? Və valyuta sən aldıqdan sonra başlayır, bax, 200 belə deyək, 200 dollarda Solana'nı satın almışsan, sən aldıqdan sonra valyuta 7 dollara qədər düşür. 7 dollar 97 sentə qədər düşür. Deyək ki dostlarım, burada bax 1000 dollar valyutaya pul qoymuşsan, əlindəki valyuta 200-300 dollara düşüb, 100 dollara düşüb belə deyək, düzdürmü? Gəlib bax burada təkrardan 1000 dollarlıq bir alış eləsən, bu boyda qalxışda gör nə qədər 1000 burada qoyduğunu itirmişdin, düzdürmü? Yəni 1000 dolların buradan nə qədər 100 dollara düşmüşdü. Gəlib ən dib qiymətdə də satın alsan, buradan bura 25.000 dollar qazanırsan. Sadəcə və sadəcə nə qədərə 2000 dollarlıq bir pula. Başa düşdünüz? 25.000 dollardan bu arada çox. Görün hardan hara yüksəlir. Qısaca bizə bu olanların hamısı dərs olmalıdır. Gəlin bax elə Ethereum-u da açalım. Bax Ethereum buradadır. Ethereum valyutası. Mən bu valyutanı 16 dollarda tanıyırdım. Yəni bunun qiyməti 16 dollar idi mən bunu görəndə. Deyək ki bax bu valyuta bax hardan çıxıb qiyməti? 34 sentdən Ethereum-un ön satışı olub da, düzdürmü? Qalxıb 1400 dollarlara qədər, ondan sonra vurub təkrardan dibə və dibdən görün hara 4948 dollara qədər yüksəlib. Başa düşdünüz? Bax burada da batmışdı da, nə oldu? Gəlir düşür bax 888 dollara, ondan sonra təkrardan 5 qatı bir yüksəliş gəlir.
Yəni dostlarım, bu bazarda hər şey manipulyasiyadır. Başa düşdünüz? Ağıllı adamlar. Bax belə deyim sizlərə, səbr edir. Vallahi billahi mən də o qədər ağılsızlıqlar edirəm ki, yəni bu günlərim durub sizə necə deyim, əslində bəlkə də ağıldan danışmalı deyiləm. Yəni o səbirsizliklər məndə də var. Bildiniz necə? Tez qazanma həvəsi, ümidi, necə deyim, istəyi hamımızın içində var. Ancaq bu günlərin biz bu bazarın qanun qaydası ilə getməliyik. Bax qardaş, bu valyuta da çökür də görsən. Ethereum'dur, çökür düzdürmü? Dibə vurur, dibdən təkrardan qaldırırlar. Yəni bunların hamısı belədir. İstəyir bax Bitcoin olsun, gəlin bura. Bitcoin çökdü, Bitcoin batdı, Bitcoin o oldu. Vsyo, Trump bazarı manipulyasiya eləyirmi? Əlbəttə ki, eləyir. Bax mən burada Bitcoin'i 70 min dollardan görün nə qədər 15.393 dollara düşdü Bitcoin. 15.393 dollara təkrardan görün hara qalxdı. Deməli nədir? Bu olanların hamısı bizə dərs olmalıdır. Bu bazar manipulyasiyaya açıq bazardır. Hər şeydə elə qorxub qaçsaq nə olacaq? Vsyo. Heç nə. Buradan qazanmaq yox, ancaq itki ilə. Bu, məsəl üçün, bunu burada alırsan, bu bura düşdü, qorxdun, tez satdın, qaçım gedim yox. Qardaş, bu iş səbir işidir. Başa düşdün? Buna baxın, ilk başlarda qiyməti MX valyutasıdır. Nə qədərdir? 4 sent idi. Baxın, biz bunun siqnalını paylaşanda, yəni ki, mən, Azər, bunun qiyməti 4 sent idi. Görün 4 sentdən hara qədər qalxdı? 19 dollar, rovnu 19 dollara qədər qalxdı. Rovnu 19 dollara qədər MX valyutası bir yüksəliş əldə etdi. 4 sentdən. Bunu uşaqlar, mən burada paylaşmamışdım. Baxın, nə bunu, necə deyim, bu ortalarda paylaşmamışdım. Xeyr, 4 sentdə bunu paylaşmışdım. 4 sent qiyməti olanda. Görürsünüz, bunun içinə zibil. Qalxanda necə də qalxır. Yəni bu günlərim qorxmaqdansa addım atmaq lazımdır. Əlində nəyim varsa bilmirəm bu dəqiqə, əlindəkindən müğayət ol. Ucuz qiymətdən bazarın bu gedişatda olan manipulyasiyasından, dibə vuruşundan qorxub satıb özünü yem-yeri etmə. Əgər qoşulduğum proyektlərin, baxın, arxası varsa, axır əvvəl, bax mənim adım Azərdir, axır əvvəl gətirib o sizi qazanca çıxardısaq, başa düşdünüz. Proyektin əgər arxası varsa, mümkün deyil də o səni gəlib qazanca çıxartmalıdır. Mimcoinləri demirəm. Yəni mimcoinlər, çünki bu günlərim 2 gün bazarda qalır, 2 gündən sonra batır. Ancaq arxalı proyektlər kəşf edib, özün tapıb, araşdırıb alırsansa, başa düşdün. Yəni o səni gətirib axır əvvəl qardaş xeyrə çıxartmalıdır, mümkün deyil. Baxın, həmçinin ENSO valyutası. Təkrardan deyirəm dostlarım. Ağlınız, beyniniz, şuurunuz varsa, onu həyatda baxın bir dəfə işlədin, bir dəfə. Bu valyutanı alıb toplayın. Bunun bir trendi olacaq. Trendinin olması da çox amma çox böyük arxasında səbəblər var. Qısaca sizlərə bundan da danışmışam, yenə də danışa bilərəm. Bunu bugün dostlarımız paylaşmışdı. Mən də diqqətlə baxdım. Gördüm ki, həqiqətən düzdür. Mr. Beast ENSO-nun bu qurucusudur, gördüyünüz kimi. ENSO valyutasının qurucusu budur. Mr. Beast bunu da izləyir. Yəni gələcəkdə onlar da Mr. Beast hansısa gələcəkdə deməyək daha doğrusu bu yaxınlarda da bu arada bu valyuta partlaya bilər. Yəni hər an, hər dəqiqə dediyim kimi saatlı bir bomba kimi düşünün. Yəni bu valyuta dostlarım, yəni yüksələ bilər də. Yəni buna mən bilmirəm də, içimdə buna qarşı bir inam var. Yəni söz yox, sırf Mr. Beast'in izlədiyinə görə okey, tamamən başqa bir inam var. Amma beləncə proyektin özünə də güvənirəm. Mr. Beast ENSO-nun özünü də izləyir. Baxın, ENSO-nun qurucusunu da izləyir. Başa düşdünüz? Ola bilsin, yenə də deyirəm. Yəni bu adamların arasında hər hansı bir işbirliyi olsun. Əgər işbirliyi olsa, bax, bu görürsən hal-hazırda gözü ilə bu valyutanı, indiki qiyməti 1 dollar 89 sentdir. Yəni bunun qiyməti yüzlərlə dollara kimi qalxa bilər. Başa düşdünüz? Söhbət Mr. Beast-dən gedir. Söhbət milyonlarla izləyicisi olanlardan gedir. Həyatda hər şey, baxın, hər şey, amma hər şey riskdir.
Yəni buna əgər risk edib addım atmırsınızsa, əgər siz, yəni siz kriptovalyuta işindən uzaqlaşın konkret olaraq. Əlinizə düşdükcə, bax yenə də deyirəm, mən bu valyutanı qoyduğum mayanı sat götür də demirəm. Başa düşdünüz? Bunun bir trendi başlayacaq. O trenddə ən təpədə inşallah ki bunu satıb çıxacağıq hamımız bərabər. Yəni 1000 dollar qoydum, 1000-in 2000 oldu, bax sat götürmə, satma. Əl vurma. Çünki bunun yenə də deyirəm, bir, tokenin sayı azdır, iki, arxasında dünyanın ən çox izlənən adamı var. Yəni ki, bu mənim Enso valyutası mənim bir inancımdır. Əgər bunun bir trendi başlasa dostlarım, çox mükəmməl şəkildə bu valyutadan qazanc əldə edəcəyik. Ona görə də bu qiymətlər belə deyim, İndi hal-hazırda dibini bilmirik. Mən keçən dəfə təxminimdə 1.79 idi. O da Fibonacci hesablaması ilə 1.79-u hesablaya bildim. Elə 1.76, 1.77 sentə qədər düşdü. İndi bilmirəm, buralıqdan da diblər yaradarmı? İndi gələcəkdə baxıb görəcəyik. Çünki proyekt həm güc toplamalıdır, həm də müəyyən paylaşımlar gəlməlidir. Ön satışdan və airdropdan gəlir əldə edənlər artıq tokeni satmağa başlayıb, bir sözlə tokenin əslində buralıqdan qalxmağı böyük ehtimaldır, onu da deyim. Yəni ki, dostlarım, bunu deyim ki, düzgün yerə risk edirsiniz, ağlınız varsa bu riskdən qorxmayın və bu valyuta düşdükcə dayca da bunu özünüz üçün bir fürsət bilin. Başa düşdün, alım fürsəti bilin və alın toplayın. Bildiyiniz necə və 2 qat olanda da görməmiş kimi qaçıb satmayın. Yəni buraxın uçub getsin. Başa düşdünüz? İnşallah ki yaxşı olar. Bugünlük videomuz bu qədər idi. Videonu bəyənərək kanalımıza dəstək olmağı unutmayın. Sağ olun, hələlik.